Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və səlləm günlərin bir günü sahabəsinə belə deyir: Sizə böyük günahın nə olduğunu deyimmi? Sahabələr, əlbəttə buyurun ey Allahın elçisi dedikdə o da sallallahu aleyhi və səlləm Allaha şərik qoşmaq və ana ataya hörmətsizlik etməkdir dedi. Dünyada yaşayan, yaşamış və bundan sonra yaşayacaq insanların Həzrəti Adəm, Həzrəti Havva, Həzrəti İsa xaric hamısı övlad olmuş, əksəriyyəti də ana ata olmuş və olacaqdır. Beləliklə, insanlar arasında övlad valideyn münasibətləri həmişə olub və həmişə olacaqdır. Dinimiz bu münasibətləri hər birinə özünə məxsus məsuliyyətlər yükləyərək bəşəri dəyərlərə müvafiq şəkildə tənzimləmişdir. Əfsuslar olsun ki, fərdi mənfəətlərin dəyərə çevrildiyi günümüzdə zərər görən münasibətlərin başında məhz valideyn-övlad münasibətləri gəlir. Dünyəviləşən övladların valideynlərinə lazımı hörməti göstərmədikləri kimi, bəzi dini məlumatlara malik olanlar da onları öz əqidəsindən görməyərək arxa çevirir, hörmətsizlik edir, yad münasibət bəsləyirlər. Sözün əsl mənasında həqiqi İslam bu münasibətlərin heç birini qəbul etmir. Dinimizdə sözü gedən münasibətlər sevgi, hörmət, məhəbbət, mərhəmət üzərinə qurulmuşdur. Eyni əqidədə olmamaq bizə valideynlərimizlə əlaqələri kəsməyə haqq vermir. Dinimiz kimliyindən asılı olmayaraq insanlarla mülayim, xoş sözlərlə münasibət qurmağı tövsiyə edir. Qur'an-ı Kərimdə biz insana ana atasına yaxşı davranmasını tövsiyə etmişik. Anası onu çətinliklərə dözərək bətnində daşımışdır. Onun süddən kəsilməsi də 2 il ərzində olur. Mənə şükür et və ata-anana təşəkkür et. Axır dönüş mənədir buyurulur. Rəbbimizin bu əmri varkən insan necə öz valideyninə laqeydlik göstərər, ona qeyri-insani davranış sərgiləyər. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də valideynlərimiz qeyri-müsəlmanlar olsalar belə onlara gözəl, xoş davranmağı əmr edir. Məsələn, Həzrət Əbubəkirin qızı Əsma radiyallahu anha deyir ki, günlərin bir günü Həzrət Peyğəmbərə sallallahu aleyhi və səlləmə müsəlman olmayan anamın mənim üçün darıxdığını və mənimlə görüşmək istədiyini bildirdim və nə edəcəyimi soruşdum. O da mənə ananla görüş və ona yaxşı rəftar göstər, ikram et dedi. Gördüyümüz kimi Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və səlləm müşrik olan anasını tənqid, təhqir etmək yox, qucaqlayıb könül almağı tövsiyə edir. Həmçinin məşhur hədis ravisi Əbu Hüreyrənin anası da ondan sonra İslamı qəbul edib müsəlman olanlardandır. Fəqət o heç vaxt qeyri-müsəlman olduğu üçün anasından üz döndərmədi, əksinə daim onun İslamla şərəflənməsi üçün çox çalışdı, buna müvəffəq olmasa da ümidini kəsmədi. Hətta günlərin bir günündə anası dinə, Peyğəmbərə nalayiq sözlər söylədi. Buna çox kədərlənən Əbu Hüreyrə Həzrət Peyğəmbərdən sallallahu aleyhi və səlləmdən onun hidayəti üçün xüsusi dua tələb etdi. Nəticədə Allahın lütfu ilə İslamla şərəfləndi. Deməli, valideynlərimizi təhqir etmək, təkfir etmək yerinə onlara nümunəvi həyatımızla, mülayim ifadələrimizlə anladıb izah edəcəyik. Ancaq bir məsələyə də təmas etmək lazımdır. Allaha üsyan, günah işləmə məsələlərində valideynlərə tabi olmaq icazəli deyil. Buna baxmayaraq, onlara müxalifət etmək məcburiyyətində olsaq da, yenə də yaxşı davranış, gözəl münasibət göstərmək Qur'anın bizdən tələbidir. Loğman surəsində bu məsələ öz əksini belə tapır. Rəbbimiz buyurur, əgər onlar bilmədiyin bir şeyi mənə şərik qoşmağın üçün sənə məcbur etsələr, onlara itaət etmə, dünyada onlarla yaxşı dolan. Xülasə, heç bir şəkildə ana ataya hörmətsizlik etmək, onların haqlarına riayət etməmək, İslamın tələb və qəbul edəcəyi məsələ deyil. Əksinə, İslam dini belə tövsiyələr verir. Müsəlman olmayan ana və atamıza ən gözəl şəkildə ünsiyyət qurmalı, onlara qarşı ən nəzakətli davranışlar sərgiləməliyik. Onların inançları fərqli olsa belə, şəfqət, hörmət və yaxşılıq bizdən tələb olunan əsas məsuliyyətdir. Müsəlman olduğumuz, dini həyat tərzi yaşadığımız üçün valideynlərimizin bizə qəzəblənməsini səbirlə qarşılamalı, onlara gözəl davranışlarımızla təsir etməyə çalışmalıyıq. Və nəhayət, Allahın ana və atamızı doğru yola yönləndirməsi, bağışlaması üçün xeyir dua etməliyik. Həm dua etməli, həm də dualarını almağa çalışmalıyıq.